Bakıda bu avtobusların dayanacağı müvəqqəti dəyişdirildi. Belə ki, bugün Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Çempionlar Liqasının play-off mərhələsinin oyunu ilə əlaqədar stadionun qarşısındakı nəqliyyat mübadilə mərkəzinə avtobusların girişi məhdudlaşdırılıb. Manşet AS bu barədə Yerüstü Nəqliyyat Agentliyinə istinadən xəbər verir. Bildirilib ki, xüsusi avtobus zonası oyuna üst tutacaq azərkeşlərin ixtiyarına verilərək onların maneəsiz hərəkətlərini təmin edəcək. Eyni zamanda həmin bu ərazidə məhdudiyyətlə əlaqədar müntəzəm marşrutların, eləcə də M5, M6 nömrəli ekspres avtobusların dayanacaq yeri dəyişdirilərək müvəqqəti olaraq Gənclik Molun qarşısındakı dayanacaqdan təşkil edilib. Ona görə də xahiş edirik sərnişinlərdən bu amilə xüsusi diqqət yetirsinlər. Qeyd edək ki, oyunun müddətinin uzadılmasından asılı olaraq metronun bağlanması ilə əlaqədar yaradılmış ekspres marşrutların iş saatı artırıla bilər.